Manna dövləti, dövlətin yaranması. Erkən dövlətlər zəifləyib süqut etdikdən sonra Urmiya gölü hövzəsində çoxsaylı xırda vilayətlər meydana gəldi. Hər vilayətin öz başçısı, öz mərkəzi şəhər qalası vardı. Onların içərisində ən güclüsü Zamua idi. Urmiya gölünün cənub hissəsində yerləşən bu vilayətdə əvvəllər Lulubilər məskunlaşmışdı. Vahid və güclü dövlət olmadığı üçün bu ərazilərə qonşu dövlətlər ardıcıl hücum edirdi. Hücumlar eradan əvvəl 9-cu yüzillikdə daha da gücləndi. Urmiya gölü hövzəsi şərqin qüdrətli dövlətləri Aşur və Urartu arasında mübarizə meydanına çevrildi. Dağıdıcı basqınların nəticələri isə kədərli idi. Əhalinin sərvətləri talan edilir, minlərlə insan əsir aparılırdı. Artıq vilayətlərin birləşməsi, yadellilərə qarşı birgə mübarizəsi zərurətə çevrilmişdi. Dövlət, müəyyən bir ərazidə yaşayan əhalini qanunlara əsaslanaraq idarə edən siyasi təşkilatdır. Birləşmə prosesində Zamua hakimləri mühüm rol oynadılar. Vilayətlər ya könüllü, ya da zor gücünə birləşdirilirdi. Nəticədə eradan əvvəl 9-cu yüzillikdə Manna dövləti meydana gəldi. Mannanın adı ilk dəfə eradan əvvəl 843-cü ildə buraya yürüş etmiş Aşur hökmdarının kitabəsində çəkilir. Kitabədən məlum olur ki, hökmdar Zamua ərazisində Manna adlı tayfa ilə rastlaşmışdı. Manna adı mənşəcə yerli idi. Bu ad əvvəlcə Urmiya boyu tayfalardan birinə məxsus olmuş, sonra Mannalıların birləşdiyi torpaqların hamısına yayılmışdı. Dövlətin ərazisi və siyasi quruluşu. Manna dövlətinin ərazisi indiki Cənubi Azərbaycan torpaqlarını əhatə edirdi. Şimalda Araz çayı dövləti qoruyan təbii maneə rolunu oynayırdı. Cənub-şərq istiqamətində Midiya ilə qonşu idi. Manna qərb tərəfdən Aşur, şimal-qərbdən isə Urartu dövlətləri ilə həmsərhəd idi. Dövlətin paytaxtı İzutu şəhəri olmuşdur. Manna Azərbaycan torpaqlarında meydana gələn quldar dövlət idi. Bütün hakimiyyət hökmdarın əlində cəmləşmişdi. Hökmdar yanında Ağsaqqallar Şurası fəaliyyət göstərirdi. Ağsaqqallar hökmdara məsləhətlər versələr də, son qərarı hökmdar özü qəbul edirdi. Hökmdar İranzudan başlayaraq hakimiyyət irsən atadan oğula keçməyə başladı. Beləliklə, Manna idarəetmə üsuluna görə monarxiya oldu. Monarxiya tək hakimiyyətlikdir. Ali hakimiyyətin hökmdarın əlində cəmləşdiyi dövlət idarəetmə formasıdır. Manna əhalisi eradan əvvəl 3-2 minilliklərdə Urmiya gölü hövzəsində yaşamış Kuti, Lulubbi, Su, Turukki və s. tayfaların varisləri idi. Təsadüfi deyil ki, eradan əvvəl 8-ci yüzilliyə aid Aşur kitabələrində Kuti ölkəsi, Lulubbi ölkəsi kimi ifadələr hələ də qalmaqda idi. Qonşu dövlətlərlə münasibətlər. Manna dövləti eradan əvvəl 9-cu yüzillikdə yaransa da, hələ o zamanlar bütün vilayətləri əhatə etmirdi. Ölkə daxilində vəziyyət gərgin idi. Bəzi vilayətlərin hakimləri müstəqil fəaliyyət göstərir, mərkəzi hakimiyyətə tabe olmurdular. Bu isə Mannanın işğalçılara qarşı müqavimət gücünü zəiflədirdi. Amansız və dağıdıcı yadelli yürüşləri birləşmə prosesini sürətləndirdi. Mannanın mərkəzləşmiş dövlətə çevrilməsi hökmdar İranzunun eradan əvvəl 740-719 dövründə baş tutdu. Müdrik hökmdar diqqətini ilk növbədə dövlətin daxili işlərinə yönəltdi. Vilayət başçıları idarəçilikdən uzaqlaşdırıldı. Onların yerinə hökmdara tabe olan canişinlər təyin edildi. Manna mərkəzləşmiş dövlətə çevrildi. Ölkə daxilində sabitlik yaradıldı. Mərkəzləşmiş dövlət əyalətlərin birbaşa mərkəzi hakimiyyətin təyin etdiyi məmurlar tərəfindən idarə edilməsidir. Siyasət. İranzu iki od arasında qalmışdı. Bir tərəfdən Urartunun, digər tərəfdən isə Aşur dövlətinin ölkəyə basqınları səngimirdi.
Hər iki dövlət Mannanın bərəkətli torpaqlarına, zəngin sərvətlərinə sahiblənməyə çalışırdı. Urmiya gölü hövzəsi uğrunda bu iki dövlət arasında mübarizə daha da şiddətlənmişdi. İranzu məhz bu şəraitdən istifadə etmək qərarına gəldi. Tezliklə güclü Aşur dövləti ilə müttəfiqlik münasibətləri quruldu. İranzu Urartu təcavüzünü dəf etmək üçün Aşur ilə birlikdə mübarizə aparmağa üstünlük verdi. Qüvvələr nisbətini düzgün hesablayan Manna hökmdarı bu ittifaqdan yararlana bildi. Urartu məğlub oldu və işğal etdiyi Manna torpaqları geri qaytarıldı. Beləliklə Manna güclü dövlətə çevrildi. Hakimiyyətin sonuna yaxın İranzuya qarşı daxili narazılıqlar yenidən baş qaldırdı. Urartunun da müdafiə etdiyi vilayət hakimləri, hətta bəzi canişinlər üsyan qaldırdılar. Manna hökmdarı müttəfiqi Aşur dövlətindən yardım istəməyə məcbur oldu. Aşur hökmdarı 2. Sarqonun köməyi ilə üsyan yatırıldı. Buna baxmayaraq ölkədə daxili narazılıqlar qalmaqda idi. İranzunun ölümündən sonra oğlu Aza hakimiyyətə gəldi, lakin o atasının siyasətini davam etdirə bilmədi. Ölkəni qarışıqlıq bürüdü. Aza düşmənlərinə üstün gələ bilmədi və öldürüldü. Manna taxt tacına Azanın qardaşı Ulusunnu yiyələndi. O Aşurun düşmənlərinin tərəfinə keçdi. Aşur hökmdarı 2. Sarqon yaranmış vəziyyətlə barışmaq niyyətində deyildi. O, eradan əvvəl 716-cı ildə böyük qoşunla Mannaya yürüşə başladı. Paytaxt şəhəri İzirtunu talan etdi. Hiddətimdən əkinlərə daraşan çərtikələr kimi bu ölkənin üstünü aldım. Mannalılar ölkəsində onun, yəni Ulusununun çar şəhəri İzirtunu quzğun kimi çaldım və onlara əməlli başlı divan tutdum. İzirtunu yandırdım. Ulusununun günahlarından keçdim və onu atasının çar taxtında əyləşdirdim. Aşur hökmdarının kitabələrindən seçmələr. Azanın qatillərindən biri tutulub sərt şəkildə cəzalandırıldı. İranzu ilə münasibətlərini yada salan 2. Sarqon Ulusununu əhv etdi. Ulusunnu Aşur dövlətinin siyasi üstünlüyünü tanıdı və hakimiyyətinin sonuna qədər Aşur ilə ittifaqı pozmadı. 2. Sarqon Manna hökmdarının Urartuya verməyə məcbur olduğu qalaları Ulusunnuya qaytardı. Görünür o, Mannada Aşur əleyhinə əhvali ruhiyyəni qızışdırmaq istəmirdi. Eradan əvvəl 714-cü ildə isə müttəfiqlər müqavilə imzaladılar. Bu müqavilə Mannaya hücumlarını davam etdirən Urartu dövlətinə qarşı yönəlmişdi. Razılaşmaya görə Ulusunnu Aşur ordusunu ərzaqla təmin etməli idi. Əvəzində 2. Sarqon Urartunun işğal etdiyi əraziləri Mannaya qaytarmağa söz verdi. Eradan əvvəl 714-cü ildə hərbi səfərə başlayan 2. Sarqon Urartu hökmdarı 1. Rusanı məğlub etdi. Bu, onun Urartuya ən uğurlu yürüşü idi. Aşur hökmdarlarının qələbə münasibəti ilə yazdırdığı kitabədə deyilirdi: Mən qəddar düşmənin ayağını Manna ölkəsindən kəsdim. Ulusunnunun qəlbini razı saldım. Ulusunnu istəyirdi ki, 2. Sarqon döyüşdə 1. Rusanı məğlub etsin. Ora-bura səpələnmiş Mannalılar öz yerlərinə qayıtsınlar. Aşur hökmdarı Urartunu yıxmağı, Manna dövlətinin sərhədlərini bərpa etməyi vəd edirdi. O, Manna ölkəsinin məzlum əhalisinə sülh gətirəcəyinə söz verdi. Aşur hökmdarının kitabələrindən seçmələr. Bu qələbədən sonra Urartu zəiflədi və bir daha Mannanın daxili işlərinə qarışa bilmədi. Ərazi bütövlüyünün bərpa edilməsi və daxili sabitliyin qorunması Mannanı gücləndirdi. Müstəqil siyasət yürüdən hökmdar. Eradan əvvəl 7-ci yüzilliyin birinci yarısında Kimmerlərin və İskitlərin Cənubi Qafqaza yürüşü tarixin gedişatını dəyişdi. At üstündə döyüşən bu cəngavər tayfalar Anadoludan keçib Misirə qədər gedib çıxdılar. Onlar özləri ilə yeni döyüş üsulları gətirmişdilər. Yüngül zirehə bürünən İskit atlıları düşməni ox yaxşına tutur, döyüş arabalarına geniş istifadə edirdilər. O vaxta qədər əsasən piyada döyüşməyə üstünlük verən şərq ölkələri bu hücumların qarşısını almaqda çətinlik çəkirdi. Aşur dövləti də bu hücumlardan yaxa qurtara bilmədi. İskitlər Aşurun paytaxtı Ninevaya da hücum etdilər.
Arxeoloqların dağıdılmış Ninevanın qala divarlarından İskit ox ucluqları tapması bu faktı təsdiq edir. Manna hökmdarı Aşşeri İskitlərlə dostluq münasibətləri qurdu. Onları öz ölkəsində yerləşdirərək ordusunu gücləndirdi. Aşşeri yaranmış şəraitdən istifadə edərək Aşşur dövləti ilə ənənəvi ittifaqı pozdu. Mannadan Aşşur xəzinəsinə ödənilən xəracı dayandırdı. İskitlərin gəlişi ilə tam müstəqil siyasət yürüdən Manna hökmdarı hətta Aşşurun sərhəd dəstələrinə belə hücum etməkdən çəkinmirdi. Aşşur mənbələrində sərhəd qalalarının Manna tərəfindən tutulduğu haqqında məlumatlar verilir. Aşşur hökmdarı Aşurbanipal mövcud vəziyyətlə barışmaq niyyətində deyildi. Hiyləgər hökmdar qiymətli hədiyyələr göndərərək İskitlərin bitərəfliyinə nail oldu. Beləliklə, Aşşura qarşı formalaşan ittifaq parçalandı. Manna güclü düşmən qarşısında müttəfiqsiz qaldı. Eradan əvvəl 650-ci ildə Mannaya hücum başlandı. Aşşur ordusu ilə düşmənin qarşısına çıxdı. Baş verən qanlı döyüş Aşurbanipalın qələbəsi ilə yekunlaşdı. Bu məğlubiyyət Mannaya baha başa gəldi. Mannanın məğlubiyyətinin nəticələri. Çoxlu sayda Mannalı əsir alındı. Paytaxt İzurtu tutularaq dağıdıldı. Əhali qarətlərə və talanlara məruz qaldı. Çoxlu şəhər və qalalar talan edilərək dağıdıldı. Mannalılar bu məğlubiyyəti Aşşeriyə bağışlamadılar. O, Aşşur meyilli qüvvələrin başçılıq etdiyi üsyanda öldürüldü. Hakimiyyətə onun oğlu Ualli gəldi. Yeni hökmdar Aşşur ilə münasibətləri qaydaya salmağa çalışırdı. Tezliklə iki dövlət arasında ənənəvi ittifaq bərpa edildi. Manna bundan sonra Aşşur ilə ittifaqa sadiq qaldı. Eradan əvvəl 7-ci yüzilliyin sonlarında Midiya və Babil dövlətləri birləşərək Aşşura qarşı müharibəyə başladı. Birləşmiş qüvvələr əvvəlcə Aşşur dövlətinin varlığına son qoydu. Manna hökmdarları yaranmış şəraiti düzgün qiymətləndirə bilmədilər. Onlar Aşşur ilə birlikdə çıxış etməsi, müstəqilliyin itirməsi ilə nəticələndi və eradan əvvəl 590-cı ildə Midiya tərəfindən işğal edildi. Müharibə, dövlətlər və ya ictimai qruplar arasında aparılan silahlı mübarizədir. Mannanın təsərrüfatı. Manna təbiəti olduqca rəngarəng idi. Dağlıq və düzənlik ərazilərin, bol sulu çayların olması, maldarlıq və əkinçiliyin inkişafına əlverişli şərait yaradırdı. Əhali yaylaq, qışlaq maldarlığı ilə məşğul olur, iri və xırda buynuzlu mal-qara saxlayırdı. Atçılıq da geniş yayılmışdı. Mannada yetişdirilən cins atların şöhrəti qonşu ölkələrə də yayılmışdı. Aşşur hökmdarı 2. Sarqon, Uşqaya və Tarmakis, yəni Təbriz qalaları arasında yerləşən yaşayış məskənini İlxılar evi adlandırmışdı. Atçılıq iqtisadiyyatda və hərbi işdə getdikcə daha böyük yer tuturdu. Urmiya gölünün şimal-şərq əyalətlərinin təbii şəraiti atçılığın inkişafına imkan yaradırdı. Aşşur qaynaqlarında Urmiya boyu vilayətlərdən alınan bac sadalanarkən at birinci göstərilirdi. Mannaya yürüş etmiş hökmdarların demək olar ki, hamısı belə məlumat verirdi. Mannalılardan qoşqu atları bac aldım. Manna dövləti Solmaz Qaşqay. Mannalılar təsərrüfatda dəvələrdən də istifadə etmişdi. Urartu hökmdarlarından biri mal-qara sürüləri ilə yanaşı dəvələr ələ keçirdiyini fəxrlə yazırdı. Manna əhalisi taxıl, arpa, darı kimi dənli bitkilər becərmişlər. Həsənli adlı qədim yaşayış məskənində qazıntılar aparan alimlər burada anbarların olduğunu aşkar etmişlər. Anbarlardan müxtəlif kənd təsərrüfatı məhsullarının qalıqları, buğda, arpa, əncir və üzüm tapılmışdır. Mannalılar tarlalarını ağac, kötan və dəmir topalar ilə şumlardı. Taxıl və arpa dəmir oraqlarla biçilirdi. Dəmir alətlərin tətbiqi isə məhsuldarlığı artırırdı. Əhali bol məhsul əldə edir, artıq məhsullar anbara yığılırdı. Təsərrüfat yükləri 2 və ya 4 təkərli arabalarla daşınırdı. Müharibələr və ya quraqlıq baş verəndə anbarlara toplanmış məhsullardan istifadə olunurdu.
Əkinçilikdə süni suvarmanın tətbiqi bol məhsul götürməyə şərait yaradırdı. Urmiya gölü duzlu olduğundan əkinçilik üçün yaramırdı. Buna görə də Mannalılar çaylardan arxlar çəkərək tarlalarını suvarırdılar. Bu arxların bəziləri yerin altı ilə çəkilmişdir. Aparılan qazıntılar zamanı uzunluğu 12 kilometrə çatan arxın qalıqları tapılmışdır. Mədəniyyət. Manna mədəniyyəti əsasən Həsənli və Ziviyədə aşkar edilən nümunələr əsasında öyrənilmişdir. Mannalılar çoxsaylı şəhər-qalalar inşa etmişdilər. Onların mərkəzində saraylar və məbədlər yerləşirdi. Həsənlidə aşkar edilən məbədin mərkəzində kərpic meydança quraşdırılmışdı. Görünür, burada qurban ayinləri həyata keçirilmişdi. Aşur və Urartu mənbələri də Manna ərazisində çoxlu şəhər-qalalar olduğu haqqında məlumat verir. Qalalar müdafiə üçün əlverişli yerlərdə tikilirdi. Şəhər-qalalar böyük bir ərazini əhatə edən məskənlər idi. Bunlar daha ciddi şəkildə möhkəmləndirilirdi. Şəhərlərin iç qalaları, sarayları, məbədləri və digər memarlıq qurğuları vardı. Şəhər-qalaların bəzisi hökmdar şəhəri adlandırılırdı. Belə məskənlərdə hökmdar, əyanlar, vilayət rəisləri yaşayırdılar. Şəhərlər həm də mədəniyyət, din və sənətkarlıq mərkəzləri idi. Şəhər-qalaların yaxınlığında hündür yerlərdə xüsusi bürclər də inşa edilirdi. Yadelli hücumları zamanı bu bürclərdə tonqallar yandırılırmış. Mannalıların Sangibuti vilayətində də belə bürclər vardı. Dağ zirvələrində bürclər ucaldılmışdı. Tonqal yandırılmadığına gecə-gündüz göz qoyur və uzaqda olan çoxsaylı düşmən yaxınlaşdıqda xəbər verirdilər. Mannada sənətkarlıq. Manna sənətkarları təbii ehtiyatların onlara verdiyi imkanlardan məharətlə yararlanmışlar. Sənətkarlar metal, ağac, sümük, gil, daş, mis, dəmir, gümüş və qızıldan müxtəlif əşyalar hazırlamışlar. Manna ustaları üzərində müxtəlif təsvirlər olan saxsı qablar, metal əşyalar və silindrik möhürlər hazırlamışlar. Tapılan əşyalar Mannalıların mənəvi dünyası haqqında qiymətli məlumatlar verir. Həsənli, Ziviyə və digər yerlərdən tapılmış, yüksək zövqlə hazırlanmış sənətkarlıq nümunələri Manna sənətkarları haqqında təsəvvür yaradır. Həsənlidən tapılmış qızıl camın üzərində qatırlar və öküz qoşulmuş 3 döyüş arabası sürən tanrılar təsvir olunub. Bu günəş, ay və tufan tanrısı idi. Tanrıları kahinlər qarşılayır. Kahinlərin arxasında qurbanlıq qoyun gətirən 2 xidmətçi fiqur var. Onların saçları tanrılardan və kahinlərdən fərqli olaraq qısadır. Öküz qoşulmuş döyüş arabası sürən tufan tanrısı müharibə tanrısı hesab edilir. Qatırlar qoşulan arabaları sürən tanrılar isə 2 çay arasında olan günəş və ay tanrıları ilə eyniləşdirilir. Həsənli qızıl camı üzərində təsvirlər Mannada çoxtanrılığın yayılmasını sübut edir. Ziviyədən tapılan qızıl əşya üzərində dirilik ağacı, onun ətrafında dağ keçiləri və qanadlı öküz təsvir olunmuşdur. Dirilik ağacı təbiətin ölməsi və dirilməsi inancı ilə bağlıdır. Manna sənətkarları silah, sirih və dəbilqələr hazırlamaqda da mahir idilər. Bu əşyalar adətən tunc və dəmirdən hazırlanırdı. Ağacdan isə əsasən tikintidə geniş istifadə olunurdu. Manna əhalisi ölülərin yanına müxtəlif əşyalar qoyurdu. Kişilər silahları, qadınlar isə bəzək əşyaları ilə birlikdə dəfn edilirdi. Qəbirlərin bəzilərinə əşyalar çox, bəzilərində isə azdır. Tapılan müxtəlif əşyalar, şəhər-qala qalıqları Mannalıların özünə məxsus yüksək mədəniyyət yaratdıqlarından xəbər verir. Gələcək Atropatena dövləti də bu mədəniyyətdən yararlanacaqdır.